Bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər. 2026-cı ilin Azərbaycanda şəhərsalma və memarlıq ili elan edilməsi uzun illərdir müzakirə olunan plansız və sənədsiz tikililər, riskli zonalarda olan tikililərin aqibətini yenidən gündəmə gətirib. Millət vəkili Jalə Əliyevanın sözlərinə görə proses həm də ölkə büdcəsi üçün müsbət haldır. Çünki qeydiyyata alınan və sənədləşdirilən torpaq sahələri və evlərin sahibləri vergi ödəyicisi olacaq. Uzun illərdən bəri sənədsiz qalan evlərin sənədləşdirilməsi ilə bağlı başlayacaq olan proses də elə birbaşa insan amilinə xidmət edir və bununla bağlı Prezident İlham Əliyevin xüsusi tapşırığının olduğunu da hər birimiz bilirik. Normal şərtlər altında tikilən evlər, amma bugünə qədər sənədsiz qalan evlərlə bağlı əlbəttə ki, dövlətimizin sadələşdirilmiş qərarları var və bundan sonra da gözlənilir. İlk növbədə qeyri-yaşayış sahələrinə bu istiqamətdə sənədlərin verilməsinə başlanılıb. Amma 2026-cı ildə məhz yaşayış sahələrinə sənədlərin verilməsi istisna deyil. Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, bu say 500 mindən çox da ola bilər. Prosesin birdən-birə bütün 500 min və yaxud da ki, hətta bundan artıq da say deyilir, 600 minə yaxın prosesə start verilməsi məhz bu ildə gözləniləndir. Elə obyektlər, elə evlər və torpaq sahələri var ki, onlar hüquqi cəhətdən qanuni formada olaraq həmin yerlərdə sənədləşdirilə bilməz. Yəni, yüksək gərginlikli elektrik xətlərinin altında yerləşirlər və yaxud da ki, hər hansı bir dövlət əhəmiyyətli belə deyək, obyektlərin yaxınlığındadırlar, meşə zolağındadırlar və s. Yəni, həmin obyektlərin sahiblərinə, yəni həmin evlərin sahiblərinə alternativ ya kompensasiya ödənilməlidir, ya da alternativ yaşayış yerləri təqdim olunmalıdır ki, bu proses qanuna uyğun şəkildə həyata keçirilir. Vüqar Oruc onu da qeyd edib ki, hazırda sənədsiz evlərlə bağlı ən böyük problemlərdən biri qeyri-yaşayış təyinatlı sahələrdə tikilən evlərdir. Bununla bağlı isə dünya təcrübəsinə uyğun olaraq əmlak amnistiyası keçirilə bilər. Bu isə o deməkdir ki, torpaq sahəsinin təyinatını dəyişməklə həmin mənzillərə və ya obyektlərə də sənəd verilə bilər. Minaya Zaman, Rafael Ağayev, Xəzər xəbər.